Gülənə xanım, sizcə yaxşı müğənnini digərlərindən fərqləndirən cəhətlər hansılardır? Bir var, yaxşı müğənni, yaxşı da rəftarı, yaxşı geyimi, səhnə mədəniyyəti, səmimiyyəti, ifası, burada çox şeylər durur. Digərlərindən fərqləndirən. İndi siz hansı müğənni? Gəlin onda siz özünüz tanımlayın. Yaxşı müğənni nəyə deyilir? Yaxşı müğənni də nümunəvi, hər tərəfli sadaladığım şeylərin hamısı olmalıdır. Düzgün ifa tərzi, məktəb görmüş, məktəb gördü, görmədi, ümumiyyətlə öz ifa tərzində özünü tapmalıdır, tələffüzündə, sözə münasibəti gözəl olmalıdır, səs diapazonu, səs rəngi yerində olmalıdır. Yəni bununla tamaşaçını özünə cəlb eləməlidir və bir tərəfdən də şəxsiyyətlə bunlar üst-üstə düşəndə olur yaxşı. Onda deməli, yaxşı ifaçı olmaq, hələ yaxşı müğənni olmaq demək deyil. Belə demək istəyirsiniz, mən belə başa düşürəm. Baxın, var, deyirlər ki, nə gözəl sənət, səsli sənət var, bir köpüklük adamlığı yoxdur. Belə, el arasında belə deyirlər. Amma və yaxud da başqa cür baxırlar ki, hə, yaxşı oxuyur, biraz da diqqət eləsə, geyimi, kejimi, normal, hər şeyə diqqət edir. Bilirsiniz, tamaşaçılarımız müxtəlifdir. Çox zövqlü tamaşaçılarımız var, mən deyim ki, və bunun az yaşlısı var. Gəncləri var, orta yaş, ziyalıları var, yaşlı nəsil var. Hamının könlünü oxşamaq üçün, hər tərəfli nümunəvi olmaq üçün mən elə gəlir ki, ifaçı hər şeyə diqqət eləməlidir. Bir tərəfli ola bilər. Bir şaxəli, bir gənclərin sevimlisi, müasir gəncləri və onu yaşlı nəsil sevməyə bilər. Amma hər tərəfli sevilmək istəyirsənsə, ən birinci növbədə hər şeyi bir tərəfə qoyuram, ifaçı düzgün oxumalıdır. Gözəl oxuma, ifa tərsi. İstənilən nə oxuyursa fərqi yoxdur. Hə, bir şekarçasına oxumalıdır, bilib oxumalıdır, gözəl öyrənməlidir. Təəssüf ki, o qədər öyrənən, belə də elə-belə oxuyanlar gündəmdə olur ki, bu da var da bugünkü. Onlarla rəqabət ehtiyacı duyursunuzmu özünüzdə? Yox, mən heç kimlə rəqabət eləmirəm. Başımı aşağı salıb öz işimlə məşğulam. Sənət rəqabəti gözəl şeydir. Onu eləyirsən ifa tərsindən. Bayaq dediyim kimi hər şey bura aiddir. O cür addımlayırsan, əksinə sənə rəqabət eləyən çox olur. Əksinə məni oxşamaq istəyən çox olub. Mən bəli, əlbəttə mənim də oxşamaq istədiyim ifaçılar olub ki, mən onun ifasına, səsinə heyran olmuşam və onlara oxşamaq istəmişəm. Onlardan mən deyərdim ki, mən illərdir Rəşid Beybutovun ifasının heyran olmuşam. Bir dənə onun oxuduğu ifada yanlışlıq mümkün deyil tapasan. Bir də bizim gözəl sənətkarlarımızı həmişə dinləmişəm, amma onların içində olub, onların da oxu ifa tərzində elə şeylər, yaxşıları götürməyə çalışmışam. Bugünkü gündə ətrafımda olan sənətçilərdən söhbət gedirsə, heç birini oxşamaq istəməmişəm. Özümü oxşamaq, özümü tapmaq, özümü bir nöqtəyə toxundunuz orada, Gülənə xanım. Müxtəlif ifa tərzlərinə toxundunuz. İndiki dövrdə pop musiqi və yaxud da ki, digər adlarını sadalaya bilməyəcəyim, hansısa bir janra aid edə bilməyəcəyim musiqi növləri var ki, YouTube-da paylaşılır, milyonlarla baxış yığır. Sizcə muğam sənəti, xanəndəlik sənəti onlara uduzurmu? Yox, deməzdim. Hara getsən kök bünövrədir. Bünövrə möhkəm oldu, sana heç nə yıxa bilməz. Kök bünövrə də dedikdə, bunu zəhmət olmasa, musiqinin bünövrəsi həmin o musiqilər üçün bünövrəyə ehtiyac yoxdur. Yox, olsun da gəlir gedir də onlar onsuz da. Müəyyən məqamla, zamanla, reklamlar oraya efirdə gedir. Onlar da bir müddət gündəmə gəlirlər, sonra biraz dinləm, amma görün bizim muğamlarımız, indiyəcən reklama ehtiyacı olubmu? Nə vaxt oxusan, söhbət tək muğamdan getmir. Elə o musiqilərin hamısı muğam üstündə köklənib də. Bütün dünya musiqiləri muğamlarımız üzərində köklənib. Biz muğamı bilmək, oxumasan da bilmək gözəldir. Öyrənmək, məlumatda olmaq gözəldir ki, biləsən ki, o oxunan musiqi hansı muğam janrına aiddir. Onda tez yadda saxlaya bilirsən, tez mənimsəyə bilirsən. Məsələn, biz xarici musiqiyə Titanic filmindən və yaxud da Stone'un oxuduğu mahnılar, Jennifer Lopez'in, Michael Jackson'ın ki, dünya ulduzlarından gedir də söhbət. Onların hansını oxuduğu mahnını yadda saxlamaq üçün biz birinci muğam, hansı muğam üzərində? Gördünüz,
Bu mahur muğamı üzərindən onu zümzüm eləyən kimi gəlir həmən melodiya, həmən yada düşür. Yoxsa belə, məsələn, məclisdəmi, bir səhnəyə çıxarkənmi, bir tədbirdə deyirsən, bir də doğuşur, bədahətən söz verildi. Mən gəlib desəm ki, mənə do ver, ya fa ver, mi ver, oradan bir dənə onu, mən seygah oxuyacağım, nə oxuyacağımı bilinmir. Amma deyəndə ki, mənə bir mi seygah ver, bunu verəndə və yaxud fa mahur ver. Elə baxmayın. O dəqiqə melodiya özü gəlir. Ona görə bugünkü gənclərimiz o demək deyil ki, müasir musiqiyə meyillidirlər, popa, caza, nəyə qoy olsun, hamısı olsun, hamısı gözəldir. Amma onu yetər ki, gözəl ifa elə. Siz saydıqlarınızın hamısı bir janrdır. Hamısı bir musiqi növüdür. Amma indi məsələ burasındadır ki, onu hansısa bir musiqi növünə aid etmək olmur. Mən onlardan danışırdım əslində. Onlar gəlir, gedir də. Onların getmə səbəbi nədir sizcə? Qala bilməz ki, bir növrəsi olmayan, gözəl olmayan bir şey. Bəs bu milyonlarla baxışı necə toplayır? Olur da. Gənclər indi hər yerdə belədir, dəyişilib. Onu nə mən, nə siz, nə kimsə qadağan eləyə bilmərik. Onu da sevənlər var da. Sevilirsə deməli var da, neyini? Onlar da insan, bax gənc yaşlarda insan bir başqa cür düşüncədə olur. Biz cavanlıq yaşlarında bir cür yanaşır. Amma gec tez insan kökünə dönür. Dünyanın harasında yaşamağından asılı olmayaraq gec tez milli musiqiyə bağlanırlar. Allahın bəzən bununla bağlı bir skeçlər çəkirlər, video roliklər çəkirlər zarafat yana ki, məsəl üçün 35 yaşından sonra artıq sən maşında gedəndə atavın seygah səsini açmağına mane olmursansa və yaxud da ki, dodağını büzmürsənsə ki, deməli artıq sən yaşlanırsan. Ya da ki, artıq müdrikləşmirsən. Valla elə bir gözəl gənclərimiz də var ki, deyə bilmərəm ki, hamısı ona meyillidir. O dediyiniz janrı, o bəlli olmayan musiqiyə. Amma bugün, gəlin belə deyək də, hər nədənsə çörək dalınca qaçır. O çörək dalınca qaçmağa gələcəm. Orada da çörək varsa... Baxın, bu kommersiya sualım var idi, onu çörəklə əvəz eləyirəm. Elə buna qayıdacağam. Kommersiya ilə bağlı mövzuya qayıdacağam. Amma elə bir cəhətiniz varmı ki, Gülyana xanım, indiyə qədər yetərincə tərif almayıb, yetərincə dəyər görməyib. Elə bir cəhətiniz var? Vallahi, nə bilim, mən o tərifə çalışmıram, tərif özü gəlir, tapır. Dəyərindən söhbət gedir, yəni dəyərini yetərincə almayıb. Hə, var. Bir də görürsən ki, sənin ortaya qoyduğunu gözəl bir şey, nə var, nə var. Bizə çox dərinə getmək istəmirəm. Mən elə dərinə getmək istəyirəm, məsələ burasındadır Gülyana xanım. Çünki bu gün nə danışırsansa, həmən müzakirə olunur, söz söhbəti. Mən də söz söhbətdən qaçan adamam. Amma düşünürəm ki, açıq deyirəm, bizim bəli, böyük sənətkarlarımız olub. Hamı öyrənə gəlir, bir məqama çatanda o peşəkarcasına ifasını təqdim etmək var. Mən öncəki ifalarımı demirəm. Hal-hazırda mən öz ifa tərzimdə özümü tapmışamsa, nədənsə biz elə hey hamımız deyirik, filan kəsə qulaq asır, çəkinirlər deməyə. Bu nədən irəli gəlir onda? Həmən o qədər Gülyanağa qulaq asıb öyrənənlər var. Həm ifasını, həm onun zəngölələrini, həm oxumaq, həm musiqiyə yanaşmaq, həm elə özünü idarə etmək. O qədər mənə oxşamaq istəyib, oxşamaq istəyənlər və oxşayanlar var. Amma çəkinirlər, demirlər. Bilmirəm nədən, başqa müəllimlərdən dərs aldılarmı deyə çəkinirlər. Amma mən bilirəm, axı üzümə deyirlər ki, mən sənin eşqinə gəldim. Mən Gülyana gördüm, ancaq gözümü açıb. O qədər elə gələn gənclərimiz var, hamısını bilirəm, sadəcə adlarını çəkmirəm, amma efirdə çıxırlar, demirlər. Amma mən bugün deyirəm, mən görsüz deyirəm, Şövkətə, bizim dövrümüzün indi ifaçıları, o Zeynəb Xanlarovaya, mən Zeynəb oxşadırdım özüm uşaq vaxtında, bunu dana bilərəm. Gülyanağa da oxşadıb sənətə gələnlər var, amma demirlər, heç Şövkət görməyiblər, heç Rübabə görməyiblər, eşidirlər elə səsini. Ümumiyyətlə, eşidirlər deyim, mən ona. Amma bu günləri mən bilirəm axı. Paxıllığınızı çəkən çoxdur? Çoxdur. İzlərində də bəllidir. Bunu həmişə hiss etmişəm, amma fərqinə varmıram. Öz işimdə ən məşğulam. Hansı bir uğurlarım olanda deyirlər, təbriklər də olur, etməyənlər də olur. Bunun üzərinə çox getmək istəmirəm, amma üzdə simada onu mən dəyişmədim. Onlar mənə qarşı dəyişirlər, amma
Baxışda, gözdə, ürək hər şeyi hiss eləyir. Bəlkə şan, şöhrət qazandıqları pul dəyişir onları. Bilmirəm onları nə dəyişdirir. Amma mən sizə bu sənətdə nə dəyişə bilər insanı? Mən elə gəlir ki, bilirsiniz, çəkənməyəndə paxıllıq adam dəyişir. Gözü götürməməzlik. Paxıllıq, kin insan üzündə simasını körlüyür, acı baxışda eləyir. O qəlbdə nə düşünürsən, o simaya vurur. Və onu da mən həmən hiss edirəm. Mənim o dərəcədə hissiyatım güclüdür ki, hər şeyi öncədən çezidə bilirəm. Həmişə demişəm, mənim uğurlarımı, necə ki, yuxularım mənə xəbər verib, həyatda da bu hissiyatım var. Amma heç kimə heç vaxt pislik eləmədim, pis yanaşmadım, qəlb qırmaq istəmədim, qəlbimi qıranlar da olub. Baxmayaraq ki, onlar özü sənətin hansısa bir zirvəsindədir, artıq onlar özünə görə tanınıb. Mən onlara qarşı heç vaxt hörmətsiz, özümdən yaşda böyüklərə ümumiyyətlə bu günə qədər sayğı duydum. Adı oldu, titulu oldu, olmadı, yaşına görə. Çünki biz onları gördük, gəldik. Bu günləri onun fəxrada olmaya da bilər, ola da bilər. Onların hər birinin görəndə ayağa durdum, baş əydim, salam verdim, önünə getdim. Bəzən görürəm ki, onların elələri var ki, elə təkəbbürlə də dururlar ki, mənəm, gəl məni öp. Mən sənə yanaşıramsa, üzündən öpməyə salamlar, sən də bir balaca yerindən qımıllanmalısan da. Bəlkə bu göstərdiyiniz təvazökarlıq onlara o addımı atmaq cürəti. Bilmirəm, onlar tərəfdən danışır. Amma siz təvazökarlığınızdan heç vaxt vaz keçməmisiniz. Bilirsiniz, mən necə varam onu. Mənim ürəyim necədirsə, o cürdə rəftarım var. Mənim üçün fəhlə vəzifəli ən yüksəkdə olan da birdir. Hamısına insan kimi baxıram. Bizim binamızın blokunu təmizləyən xanıma belə mən xanım deyə müraciət edirəm. Axı əlin zəhməti ilə çörəyini qazanır. Gərək biz təkcə vəzifədə olanlara, istər xanım, istər kişi, onlara mı daha hörmətlə, hamıya hörmətlə yanaşaq da. Mən belə düşünürəm. Kiminsə yerinə yox, öz tərəfi, öz düşüncəmlə danışıram. Ona görə də həmişə hörmətdəsiniz və həmişə də sevilirsiniz. Çox sağ olun. Toy biznesi ilə sənəti necə harmoniyada saxlaya bilirsiniz? Mən əslində səhnəni həmişə bəli, toydan üstün tutmuşam. Elə olub toylarıma yəni etiraz yox deyib getməmişəm. Hansı ki, oradan xeyrim, maddi xeyrim də olub. Mənə təklif olunan konsertə üz tutmuşam. Amma toy olmasa da biz maddiyyata çox ehtiyacımız var, çox xərclərimiz var. Ona görə gedib toydan qazandığımızı belə səs yazmaya, gündəmdəyik, geyimə, səhnə geyimlə iş bilirsiniz. Nə qədər geyimə pul verir, gəlib mənim qardirobumda geyimlərə baxsaz deyirsən, buna nə qədər pul vermirsən. Yəni tamaşaçı gözündə bunlar hamısı rol oynayır. Axı səhnəyə hər dəfə yeni geyimlər. İndi də maşallah Instagram çıxıb, sosial şəbəkələr. Bu gün geyinirsən, sabah hamı baxır, məcbursan təzəsini geyinməlisən. Amma artıq məcburuq bir geyimi bir neçə dəfələrdən geyməyə. Çünki özümüzə sevimli geyimlərdir onlar. Belə, yəni dediyim odur ki, o maddiyyatı da toydan qazanıb, toy da elin adətidir. Toy da bizim xalqımızın, balalarının arzusudur ki, toyunda məni görsün, kimisi istədiyi arzuladığı müğənnini görsün. Ona da çox böyük hörmətlə yanaşıram və toya da gedəndə çalışmışam. O toyda təkcə elə hay-küy yox. Toyda da o səhnə musiqi mədəniyyətini gözəl şəkildə təqdim edeyim. Amma nə yazıq ki, toylarımız dəyişilib. Bunu nədə görürsünüz? Görürəm də musiqiyə, gözəl ifaya qulaq asmaq istəyən yoxdur. Elə dilərə çal oynayıq. Çox az toylar var ki, orada bu yaxında bir gözəl toy oldu. Orada bəli, Salih idi aparıcı, Gülyaz xanım, mən toy idarə edirdik. Alim Qasımov, Hacı Aqil, Nəzakət xanım, Talih vokalist, belə ifaçılar dəvət eləmişdi. Ara sıra bir 15 dəqiqə rəqslər, sonra muğam, musiqi, vokala qulaq asmaq. Elə toylar olub, orası Samir Cəfərov da gəlib, orada gözəl bir-birdən vokal əsərlər oxuyub. Toyda bir alqış deməli sevilir. Deməli təqdim etməyi bacarmaq lazımdır, məcbur eləmək lazım, buna da qulaq asın. Nə qədər, vallahi o kasetə səhər durub baxanda olum. Mən üzr istəyirəm dönədən, öz toyuma 19-20 ilə yaxındır. 3 dəfə baxmışam ya. Amma səliqəli, gözəl toyları çox arzulayıram. Mən sizə bir şey deyim. Bu yaxında Moskvada bizim Zəfər günümüz münasibəti, 5 illiyi münasibəti ilə mən Türkiyədə ödül aldım.
Türk dünyasının sənətçisi küresel başarılar ödülünə layiq görüldüm. Böyük bir beynəlxalq media forumda. Belə bir gündə, belə bir media nümayəndələri arasında musiqinin təmsilçisi kimi belə ödülə layiq görülmək məni çox sevindirirdi. Və 8-i mən orada olduğum üçün Moskvada yaşayan bir hörmətli, gözəl bir insan Ələkbər müəllim mənə zəng vurdu ki, ora getmədən öncə mən evimdə Zəfər bayramı keçirmək istəyirəm. Daha doğrusu musiqiçi zəng elədi ki, Ələkbər müəllim yanımdadır, belə deyir. Gülana xanımı dinləmək istəyirəm. Evində Zəfər bayramı. Dedi, hə, biz qohum əqrabasını yığıb Zəfəri qeyd edir. Hər il Zəfəri qeyd edirmiş o. Və mən 8-i yox, 9-una keçirdi mən gəlməyim üçün. Mən birbaşa ora getdim. Mənə o qədər xoş oldu ki, insan ancaq musiqiyə qulaq asdı, təsniflər, muğamlar, lap mahnılar, gözəl bəstəkar mahnıları, lap müasir musiqilər də içində səsləndirdi. O qədər gözəl bir, evində gözəl bir məkan yaradıb, ara sıra muğam ifaçıları, gözəl zövqlü ifaçıları dəvət edir, adam musiqidən zövq alır və ətrafında böyütdüyü balalarına, nəvələrinə də hamısı oturub elə qəşəng saat 5-dən 6-dan başlayır, 12-yəcən 1-ə qədər ara sıra istirahət, musiqiyə qoyur. Onları da elə tərbiyələndirir. Mənə o qədər xoş oldu ki, bu insan. Və bu yaxında yenidən dəvət elədi. Bir ay üstündən keçməmiş. Ki, bəs eşitdi Moskvaya gəlir. Gəlirsən, yenə gəlin bir musiqiyə qulaq asaq. Burada da qəşəng musiqiçilərimiz var. Buradan Bakıdan gedən, gözəl müşayiət. Yəni dediyim odur ki, özü insan yaratmalıdır. Mən uşaqlarıma da deyirəm ki, bugün musiqini öyrənin. Oxumasanız da mənim davamçım oldunuz, olmadınız. Bilin kimə əl çalırsınız, nəyə qulaq asın. Mənim üçün yəni səhnə, toy anlamı dediyiniz ikisi də gözəldir. Amma səhnə üçün gəlmişik də. Musiqimizi hər yanda təbliğ eləyəndə mənə o qədər xoşdur ki. Söhbət zövqdən düşdü. Gəlin bu məsələyə toxunmamış keçməyək. Sizdən bu mövzu ilə əlaqəli fikirlərinizi almaq istəyirəm ki, həmin şəxsin zövqündən, zövqlü şəxsləri dəvət etməyindən, həmin o toyda iştirak edənlərin zövqlü musiqi təqdim etməyindən danışdınız. İndi zövq məsələsini diapazona bölməzdim mən. Amma bölək də. Diapazona yox, onun aidiyyatı yoxdur. Zövq ya var ya yoxdur. Məsələ burasındadır. Mən belə düşünürəm açığı. Adam var bu boyda səsi ilə elə gözəl ifalar eləsin, durub qulaq asarsın. Dinləyici zövqündən söhbət açacağam. Zövqü dinləyici ya zövqlüdür, ya zövqsüzdür. Mənim şəxsi düşüncəm belədir. Amma zövqü diapazonlara bölsək, aşağı, yuxarı, orta, sizcə indi insanların zövq anlayışı, zövqə münasibəti, zövqlü musiqi dinləməyə, yaxud da ki, video izləməyə, zövqlü yerlərdə iştirak etməyə, belə biraz da genişləndirsək, şərait varmı? İnsanlar özü bunu istəyirmi? Məsəl üçün, siz bir dənə həmin toy baş vermişdi, onu bizim verilişdə Podkast Bakuda qeyd etdiniz. Deməli, bu çox baş verən toy mərasimlərindən deyil. Niyə az-azdır bu məsələ? Az-azdır da. Gedirik, özümüz yorulub. İnanırsınız ki, mən saatlarla oxuyum həzin musiqilər, xalq mahnıları, qəşəng az səslə yorulmaram. Amma toyda bilirsiniz necə yoruluruq, o boyda hayküydə biz. İndi də bilmirəm, bu sifravoy aparat çıxır. İşlədə bilən də var, bilməyən də var. Yaxşı, bu ansambl oturur, hamı qulağına qulaqçığı taxır. Bu Azərbaycanda tam da mənimsənilməyib, öyrənilməyib, işlədə bilən də azdır. Biz qonaq getmişik, yarım saatlıq, inanın əziyyət çəkirik. Onların öz qulağında bayırda olan səsdən xəbərləri yoxdur. Sən qulağında istədiyin qədər səsi verdin. Arada bir baxın, görün çöldə nə səs var. Bu da bugünkü gündəmdə olan şərtlərdən biridir. İnanırsınız əziyyət çəkirik və biz özümüzü rahat eşitmirik. Onlar eşidir özünü, məni də eşidir, özünü də eşidir, qulağında qulaqçıq var. Mən qonaq getmişəm axı yarım saat. Səsimin evi yıxıldı, çıxdım. Yəni bu arada mən bunun əziyyətini çox çəkdim. Bir neçə elə yarım saatlıq toylar məni çox yordu. Söhbət ondan getmir. Elə düşürsən də hayküyür, ancaq deyir, oynayaq, ayağa qaldırır publikanı. Qaldırın da. Bu zövqün korlanmağından xəbər verir. Yox, Səməndər Rzayev deyir, ay bu toydur. Toyda nə edirlər, oynayarlar da. Oynamağın da qədəri, dərəcəsi var da, hər şeyin qədəri. Bəs deyirsiniz ki, sizə daha çox xoş gələn o oldu ki, musiqiyə qulaq asanlar çox idi. İndi musiqiyə qulaq asanların azalmağının səbəbi nədir? Var, qulaq asmaq istəyənlər də var. Nədənsə onlar da məsələ yaxşı musiqiyə qulaq asmaqdan söhbət gedir. Hələ oturub musiqiyə qulaq asmaqdan söhbət gedir. Musiqiyə qulaq asmaq istəyənlər var. Amma o birisi dediyiniz tərəfi ondan daha çoxdur da. O toylardadır.
Belə əvvəllər biz o qədər olurdu. İndi məsəl üçün sizin fəaliyyət göstərdiyiniz mahnı teatrıdır, düzdürmü? Həftədə neçə dəfə orada çıxış edirsiniz? Bizim orada çox konsertlərimiz var. Ayın bu günlərdə də var. Fikrət Qocanın sözlərinə, Emin Sabitoğlu bəstələrinə müraciət edirik. Oktay Kazımi, Cabir. Mən iştirak eləməmişəm mahnı teatrında. Tez-tez ayda 2 dəfə. Zal olurmu? Zal da olur. Bax, konsertdə gəlib qulaq asırlar. Niyə ki? Var da, zövqlü, qulaq asmaq istəyən, musiqi dinləmək istəyənlər gəlir, qulaq asırlar. Amma duraq indi deyim sizə, xaricdən bir müğənni gəlsin, onun bileti $500 da qoysa, gedib alacaqlar. Amma özümüz gəlin indi Heydər Əliyev sarayında konsert eləyib. Vallahi az qalır ki, özümüz qapı-qapı düşüb bilet sataq. Mən olanı deyirəm. Heç dilini bilmirsən, nə var ulduzdur, gəlir, amma pulu olan gedir. Amma o imkanı, bizi sevənlərin, demirəm, imkanı olanlar arasında sevənlər var. Amma insanlar sevir, imkanı yoxdur maaşa baxan adam. Gidib o bileti ala bilmir. Arenda baha, mən bilmirəm hansı mövzuya toxunum. Ona görə də deyir, danışmaq gözəldir, susmaq qızıldır. Hansından danışım ki? Bunun Mədəniyyət Nazirliyi tənzimləməlidir sizcə? Bilmirəm, yox. Mədəniyyət Nazirliyindən mən heç vaxt şikayətçi olmamışam. Mən Mədəniyyət Nazirlərinin hər zaman tədbirində varam, iştirak edirəm sevə-sevə. Mən solo konsertlərdən danışıram. Bunu Mədəniyyət Nazirliyi nə varmalıdır? Hə, arendalarda, teatrlara qoyulubsa, onu da mən bilmirəm kim tərəfindən təyin olunur. Məsələn, biz sarayda 19-cu ildə konsert verdik. Rəhbər rəhmətli Fərhad müəllim idi. İndi mən sizə açıq deyirəm. 18.000 arenda pulu idi sarayın. Biz utandıq ki, Mədəniyyət Nazirimizə müraciət eləməyə ki, biz xalq artistiyik, bizə biraz endirim eləsinlər. Vallahi eləmədik, onu da utandıq. Nazirin də qəbuluna düşmək üçün vaxt, ya zaman da tapa bilmirsən ki, gedib nəsə xahiş eləyəsən, bu öz yerində. Getsək bəlkə eləyərdilər. Amma bir gün qabaq ki, proqram məşq keçməli idik. Bu səhnəni mənə 18.000 verib verirsən. Mən bir gün qabaq proqram eləməliyəm da. Bir dəfə konsert başdan ayağa məşq olunmalıdır axı. Yaxşı, ora qədər başqa yerlərdə yer tutduq, məşq elədik. Gözəl də konsertimiz orada, əvəz olunmaz bir konsert, gözəl. Amma əziyyət çox çəkdik. Məşq gününə 5.900 pul ödədik biz. Niyə? Mən nə qədər bilet satım ki, mən elə 6.000 deyək də elə. 6.000 bura ödəyim, 18.000-də 300 manat keçdi. 17.700. Yaxşı, bunu güya böyük pul keçdi. Yox, 300 manata da ödəyərdim da mən elə. Söhbət ondan getmir. Axı bunun səhnə dekoru var. Bu musiqiçilər 2 aydır mənimlə konsertə gəlirlər. Onların əziyyətinin, zəhmətinin haqqı var. Səs rejissorunun haqqı var. Vallahi səhnənin elə qurulmasına, hamısına xərc-xəracət o qədər getdi ki, bizi stressdən konsertə yaxın gülyanaq düşdü yatağa. Bizim sponsorumuz yoxdur axı. Biz gedib hansısa qapını döyüb, valla bizdə o şey yoxdur da. İndiyə qədər də olmayıb, olanı deyirəm. Öz gücümüzə Gülyaz xanımla biz konsert verdik. Toydan nə qazanmışdıqsa onun hamısını reklama qoyduq. Gəl onda nə qədər kassadan bilet satıldı. Az, hamısının yerinə, 1-2 nəfərdən başqa hamısının yerinə deyə bilərəm ki, bilet alınmır. Yoxdur cəmaatın o imkanı. İstəyirlər, istəmirlər deyil ha. Gülyaz Gülyanağı sevən çoxdur. Mən çox minnətdaram xalqımıza. İmkanı yoxdur. 500 manat maaşa getsin o ailəsindən neçə adama 80 manatdan pul verib bilet alsın. Və nə yesin? Mən real danışıram. Kiminsə ünvanına da daş atmıram ha. Burada nə Mədəniyyət Nazirliyini günahlandırmıram. Onların işi deyil, bu mənim solo konsertimdir. Mən gedib sponsor tapmalıydım. Sponsorlar da baxıb kimə sponsorluq eləyirlər. Mən gedib heç ağızlaşmamışam, heç kimdən narazı da deyiləm. Bəs bu sponsor məsələsindən çıxış edib bir sual hazırlamışdım sizin üçün. Məqamına özünüz gəldiniz, çıxdınız. Yəni məni çox çətinliyə salmadınız ki, musiqi aləmində belə bir şey var da, deyirlər ki, kimin güclü adamı varsa, o daha tez parıldayır. Sizcə istedad bugün kifayət edirmi? Mənim gücüm silahım sənətim olur. Yəni bəzən olur ki, mən düşünürəm ki, bəzən yəni istedadlı insanlar kölgədə qalırlar. Yəni siz öz yolunuzda bu şeylərlə rastlaşmısınız ki, istedadlı şəxs olaraq kölgədə qalasınız? Yox, mən öz tərəfimdən deməliyəm ki, zamanla, hələ yeni gələndə biz də çətinliklərdən keçmişik. Olub ki, efirə
getmək istəmişik, çağırmayıblar, ad çəkməyəcəm. Hələ onda dövlət televiziyamız idi. Orada da hər şey pula dönmüşdü. Bir mahnı üçün pulla dəvət olundu. Yəni təxmini olaraq tamaşaçılar Güləna xanımla Gülyaz xanımın efirə gəldiyi müddəti araşdırsalar, həmin dövrdə kim dövlət televiziyasının rəhbəri idi, artıq bəlli olacaq kimdən söhbət gedir. Rəhbərdən getmirəm. Buyurun. Bilmirəm. Musiqi rəhbəri idi. Musiqi rəhbəri yox. Hə, yəni redaksiyanın rəhbərlərindən. Rəhbərin bizə münasibəti yaxşı olmuşdu. Amma deyim sizə ki, nəyə gətirirdim sözünü? İstedadlı biz də o zamandan, yəni əziyyət çəkə-çəkə gəldik. Səsimizin, ifamızın... Əziyyət zaten işin əvvəlində bütün... Hamıda olur da. Bəli, bütün işlər əziyyətlidir. Amma istedadlı ola-ola kölgədə qalmaq artıq müəyyən bir yol keçəndən sonraki mərhələyə aid. Mən bugün deyim sizə ki, mənim bir tələbəm var, Məftun Səfərli. Muğam müsabiqəsinin qaliblərindən biridir. Beynəlxalq Muğam müsabiqəsinin Grand Prix mükafatçısı. Dubayda keçirilən Mehir festivalında 130 nəfərin içində beynəlxalq festivalda birinci yeri tutub. Özü birinci yeri, apardığı musiqiçilər də ikinci yeri. Yəni, hətta musiqiçiləri belə ansamblından yer tutdu. Orada başqa ölkələr, çox qonşu dövlətlər də vardı. İstədiyimiz, istəmədiyimiz adamlar da. Hamının içində birinci yeri tutmaq nə qədər gözəldir. Bu günləri mən onun üçün nə qədər müraciət edirəm teatrlara, muğam mərkəzinə. Yer yoxdur deyirlər. Axı bu sırf xanəndədir. Söhbət tək Məftundan getmir. Hər il biz 20 məzundan deyil, 15-16 məzun xanəndəlik üzrə, istər istirad, ifa, vokal, hər sahə üzrə yetişir də. Hər il məzunlarımız olur. Bunların əlində diplomu qalıb. İşləməyə yeri yoxdur. O sualın əvvəlində qeyd etdiyim adam olmaq məsələsi. Yoxdur adam, bizim də olmayıb. İnanırsınız ki, biz elə ustadım Kamil Vəzirov deyirdi ki, sakit durun, siz oxumağınızda olun, sənət özü hər şeyə qalib gələcək. Vallahi elə gəlmişik. Sizə bu nə tapşıranımız olmuyor, heç kim. Nə motivasiya verirdi sizə? Gəlib, yavaş-yavaş dəvə. Əsas o da mənim sevindiyim nə olub? Bizə ol öndərimiz dəyər verdi deyə. Yəni ilk anlardan, ilk səhnə fəaliyyətimizdə bu bizim şansımız oldu, xoşbəxtliyimiz oldu. Və eləcə biz az yaşımızda əməkdar artist adına layiq görüldük. Sonra cənab prezidentimiz tərəfindən bu bir ailədən 2 nəfərin eyni tarixdə, musiqi tarixində görünməyən bir şeydir ki, alıblar başqa bir ailədən bir neçə də. Amma eyni anda həm əməkdar, həm xalq artistinə, həm prezidentimiz tərəfindən evlə təmin olunma. Bunların hamısına görə biz dövlət başçımıza minnətdarıq. Biz o dəyəri verib, mən heç vaxt narazı olmamışam. Amma bizim daxili tərəfdən efirlərə getmək, bu deyirsiniz, çətin onların önə getməyi. Efirlərimiz qapısını açmalıdır. Gözəl ifaçılara. Çətinlik çəkirlər. Mən tələbələrimi yığıb aparmasam, ayrı-ayrı onları çağırsınlar, nə olar ki? Efirlərimizin qapısını açdığı müğənnilərdən razısınızmı? Çoxsundan yox. Efirdə qalmaq, biabırçılıqlar çox yorur bizi. Təkcə biabırçılıqlar? Hamısı vardı, ifa tərzləri də o gündədir. Nədən qalmaqal xatirinə, reyting xatirinə efirlərimizi bərbad günə qoymalıyıq ki? Mənə hərdən yaşlı nəsil sual, qızım, sən də danışmasan, o da danışmasa, kim bunları düzəldəcək? Deyirəm, mən eləyə bilmərəm axı bunu. Bunların özünün rəhbərlikləri var, öz işçiləri var. Mən kiməm, mən neyə bilərəm? Mən başım aşağı salıb öz işimlə məşğulam. Çalışıram, öz evlatlarımı elə tərbiyəli böyüdüm. Daha onların hamısını mən tərbiyələndirə bilmərəm ki. Bəli, bizdə bir müğənniyə, ictimai şəxsə, ictimai xadimə bir məsuliyyət yüklənir ki, təkcə sən müğənni deyilsən. Yəni, təkcə sən gəldin səhnədə, ifanə elədin, düşdün, çıxdın, getdin. Yox. Bununla iş bitmir. Sənin boynunda bir nümunəvi şəxs olma məsuliyyəti də var. Siz də bu məsuliyyəti götürürsünüzmü boynunuza? Əlbəttə, mən həmişə çalışmışam nümunəvi olum, hər tərəfli. Amma yetirmələrimi də o cür yetişdirməyə çalışıram. Bugün bilirsiniz, çox şeyi danışmağa qorxuruq. Niyə? Sabah bütün il boyu 30 ildə yığdığın addım-addım, qram-qram hörməti bir saniyədə sosial şəbəkədə ağzından çıxan bir kəlmə ilə var. Mən kiminsə xoşuna gəlmədi, mən dediyim. Başlayırlar rəylər yazmağa, gözdən salmağa. Olmur axı. Mən niyə otduğum yerdə əsəb keçirim? Hər əsəbdə mənim səsimə ziyandır. Mən özüm ümumiyyətlə heç kimin qəlbini qıran adam deyiləm deyə ünvanıma bir xoş söz yazılmayanda mənim qəlbim tez sınır. Amma o dediyiniz həmin o efirlərə bayağı musiqinin
bayağı insanların ayaq açıb, gəlin musiqisini ön planda saxlayaq. Ayaq açıb irəliləməsi sizi narahat etmirmi? Bayağı musiqi sözünü sevmirəm. Siz necə tanımlıyorsunuzsa elə tanımlayaq. Bax, bugün gündəmdə olan, toy janrında olan, toy tutmaq üçün olan mahnılar deyək. Bu, bizim uşaqlıq dövrümüzdə də, kasetlərdə, mən şəxsən kiçik yaşlarımda sənətə gələnə qədər o vaxt ara mahnılar, yəni aralıqda oxunan mahnılar deyirlər də, ara mahnılarına qulaq asırdıq. Hətta bilirdik ki, filan kəsin kasetdə neçənci mahnısı toyda moddadır, 5-ci, 8-ci kasetdən o mahnını oxu, adlarına qədər deyirdik. Mənim qardaşım bir müğənni gətirmişdi, yetişdirdi onu kənd toylarında. Mən özüm sözləri hamısı əzbər bilirdim, yazıb verirdim ona. Dərk eləmirdim, elə bilirdim musiqi ondan ibarətdir. Gəlib məktəb görəndən sonra, peşəkarcasına yanaşandan sonra musiqinin dərinliyini bildim. Mən bəzən onları qınamıram, bəlkə bilmirlər. Bugün gənclər var, üz tuturlar ki, mən də muğamı bilmək istəyirəm, görüm nə olan şeydir. Hansı ki, özü gözəl, şimdi modda olan mahnılardan deyək də oxuyurlar. Bayağı deməzdim. Əgər onlar da sevilirsə, niyə onları bayağı adlandıraq? Toyda da, toyda oynamaq üçündürsə, qoy oynasınlar. Biz demirik ki, onu efirə gətirin. Sosial şəbəkədə onsuz da paylaşılır. Amma faktik olaraq efirdədirlər axı. Efirdədirlər. Onun günahkarı mən deyiləm ki. Amma o efirdən də hələm o da bir yana, bir-birini çəkənməyib o davaları var onların. Siz gedin evdə dalaşın, çöldə dalaşın, bunu efirə gətirmək olmaz. Ayıb daxı. Biz Azərbaycanlıyıq. Biz Azərbaycanı Azərbaycandan kənarda hansı musiqi ilə təqdim eləyirik? Ancaq milli musiqimizlə, zövqlü musiqimizlə, xalq musiqimizlə, muğamlarımızla, biz Azərbaycançılığımız, caz onlarda da var, estrada onlarda da var, bizdən də gözəl. Bizim özümüzün milli estradamız da gözəldir. Görün onun nə gözəl ifaçılar olur. Mirzə Babayev, Oktay Ağayev, nə qədər belə estrada, Yalçın Rızazadə deyək, nə gözəl mahnılarımızı, bəstəkar mahnılarımızı oxuyublar. Çox öyrənmişik də, çoxdur. Daha saysaq nə qədər. Flora xanım özü, bu dəqiq onun ifaları əvəzsizdir. Nə qədər oxunsa belə, əsrlər keçəcək, bu dediyiniz bugün efirdə bir-birini qıranlar var. Allah haqqı, onlar heç yadda qalası deyil. Amma görün, heç bu ifaçılar yaddan çıxacaq. Onların oxuduğu əsərlər moddan düşəcək. Kərə yağı kim açın? Kərə yağı mod reklam olunubdur. O biri yağlar gəlir, reklam olur, gedir. Amma kərə yağı kim olar? Öz qüvvəsində qalacaq. Geyim tərzləri ilə bağlı fikirlərinizi soruşmaq istəyirəm. Bugün çox özəl, siz zaten hər yerə özəl hazırlanıb gedirsiniz, amma mən düşünməzdim ki, yəni qırmızı rəngin bir çox xanımların üzərində müşahidə etmişəm, amma çox yaraşır sizə qırmızı. Təşəkkür edirəm bu qədər özəl hazırlanıb gəldiyinizə görə. Bu çininizdə olan isə geyimin bir hissəsi deyil, o sizin əlavənizdir, mən belə başa düşürəm. Bu mənim əlavəmdir. Burada da milli nametlərimiz var, bunlara xalçalarımızda da rast gəlir. Buna yaylıq deyirlərmi yoxsa? Buna yaylıq deyirik və mənim qızım bu il Bakı Slavyan Dövlət Universitetinə daxil olub tələbat qazanıb. Heç bilmirdim ki, bu il mənim qızım ora tələbat qazanacaq. Keçən il mən ora bir tədbirə dəvət aldım rektor tərəfindən və orada sərgi düzənlənmişdi. Gənclərin, tələbələrin hazırladığı sərgi, rəsm əsərləri, belə gözəl əsərlər. Orada mənə Bakı Slavyan Universitetində bu yaylıq hədiyyə olundu. Mənim çox xoşuma gəldi və mən o sevə-sevə nəsə istəyirəm, vurum, göz görünsün. Yəni, olduğu kimi gərək hər şey deyəsən də. Amma əgər yaraşdırdınızsa, sizə də zövqünüz üçün təşəkkür edirəm. Təbii, yəni siz insanlara zaten zövq aşılayırsınız. Həm geyiminizlə, həm rəftarınızla, həm musiqinizlə. Siz bizə öyrədirsiniz geyim tərzini də, zövqlü olmağı da. Bəs efirlərə gedəndə həmişəmi zövqlü geyinən insanları görürsünüz? Həmişəmi öz yaşına, öz statusuna uyğun insanları görürsünüz. Yaxud da ki, efirləri izləyəndə oradakı geyim tərzi sizi qane edir. Öz zövqləridir, nə deyə bilərəm ki, onlara mənim özümün öz düşüncələrimdən, öz geyimimə cavab deyim. Onlarınkinə mən qarışmayayım da, qoy. Qarışaram, danışanda deyirəm də, belə bir cür çıxır, deyərlər. Qapalı giyinirsən, deyirlər, zövqsüz də elə kapanıb, açıq giyinirlər, bir cür danlayırlar. Nə cür addım atasan? Amma mən öz tərzimdəyəm. Mən kimsəyə qarışmam. Ona görə də bu günləri öz işimdən hamı ilə də
səmimi, sadə, deyirəm, gülürəm, geyinirəm, keçinirəm, oxuyuram, öyrənirəm. Hələ nə bilirik ki biz? Biz hələ öyrənəcəyimiz nələr var, Allah. Sosial media sənətə necə təsir göstərir indiki dövrdə? Siz məsəl üçün elə bir dövrdə yaşamışıq ki biz, mən sizdən yaşca kiçik olsam da belə bunu deməyə haqqım çatır ki, çünki bizim dövrümüzdə sosial media bu qədər məşhur deyildi. Ümumiyyətlə yox idi sosial media. Bizim yaş dövrümüz elə bir dövrə düşür ki, bizim həm sosial mediasız həyatı yaşamışıq, həm sosial medialı həyatı yaşayırıq. Sosial media bir sənətçinin həyatına necə təsir göstərir? Hansı dəyişiklikləri gətirir? Həm yaxşı tərəfləri var, həm də biraz belə dediyiniz kimi tez parlayaq, baxın sənəti gedib studiyada bir mahnı yazdırıb, hətta səs donorları var ki, oradan gətirib ora qoyub onu səs düzəltsən, canlı qulaq assan ortada heç nə yoxdur. Yəni tez məşhurlaşırlar sosial şəbəkələrlə, media ilə. Elə bilirlər ki, mənəm burada, amma belə baxsan qabında heç nə yoxdur. Yəni sosial media şəbəkələr bunu daha tez gündəmə gətirə bilirlər. Amma yaxşı tərəflərdən daha çox yazsa sosial media, bu daha gözəl olar. Bir uğurumuzu az paylaşırlar. Nəinki bir dənə Allah iraq eləsin, kiminsə bir bədbəxt hadisəsi oldu, bir nəyisə oldu. Sosial şəbəkə partlayır. Ən çox da baxılan da olur. Baş qatmaq üçündürmü bunlar? Haqqınızda saxta xəbərlər çıxıb mı bu vaxta qədər? Ən absurdu hansı olub? 4 gün yol, bəlkə bir həftə yoldaşımın üzünə baxanmamışam tanıdığımdan. Efirdə Leyli Məcnundan danışdım. Leylini oynamağımdan. İbn Səlam həyat yoldaşımı Təyyarə oynayır. Mən Məcnunu sevdiyim üçün Məcnunu axtarıram. Hətta nətər İbn Səlam üstümə gəldisə, bir qadın olaraq həya məni bastı və mən partituranı unutdum. Orkestr çaldı, getdi. Baxı, notla əsərdir, burada geri qaldım. Onda Təyyar mənə deyəndə ki, İbn Səlam qoydurusu mən söyləyim. Yadımdan çıxmışdı, o qədər utandım ki, İbn Səlam üstümə gələndə. Mən bunu danışdım efirdə. Xoşqədəm xanım verilişində səhv eləmirəmsə. Səhər gördüm, yoldaşım mənə yazır Türkiyədən ki, bu nədir, niyə bizi bu vəziyyətə qoydun, sən nə danışmısan? Deyirəm, mən heç nə yuxudan durmuşam, səhərə yaxın 7-də yuxum qaçıb. Yoldaşım yazır, silir, əsəbləşib. Mən orada yazılıb başlıq. Əri olan, xalq artisti Gülyan Ağməmmədova, əri olan qadın necə başqa kişi axtara bilər? Mən belə söz demədim axı. Bu sözün altına da mənim yoldaşımla şəklimi qoyublar. Və altına da insanlar da, amma aşağıda yazılıb ki, tamaşadandan başlığı ilə qoyublar. Başlığı oxuyan başlayıb, rəylər gedir. Mən qınamıram rəy yazanı. Bu illərin sənəti, bu bir cümləyə badına getməməlidir axı, hə? Bəs mən ona görə bayaq deyirəm ki, danışıram. Baxın, həmin o kommentləri yazanlar sizin o söz demək istəmədiyiniz efirlərə buraxılan şəxslərin pərəstişkarları deyə məncə. Nə bilim kimdir? Onları dinləyənlər deyə məncə. Çünki insan həmin xəbəri görəndə, ən azından bu Gülyan xanım illərini qoy baxı bu sənətə, ən azından heç olmasa bir balaca üstünə vurub oxumaq olardı da bu kişi harda axtarılıb. Belə ona görə deyirəm da ki, danışmaq gözəldir, susmaq qızıl. Danışırsam, bayaq nə dedim, 30 ildə mən hər kəlməmə belə diqqət eləyən adam çalışıram ki, o qədər ehtiyatla davranırıq ki, çətindir də indiki vaxtda. Bir kəlmə ilə neysə yazırlar adam, biabır olarsan. Ona görə mən ixtiyar verməmişəm axı o media, deyirsiniz, sosial media. Amma sənin ailən getdim mən redaksiyaya. İşin dalınca düşmüsünüz. Düşdüm, amma 4 milyon baxılmışdı artıq. Dedim, abala sən kim yazıb? Dedi ki, sağ olsun, redaktor gəldi, aşağıda qarşıladı, apardı belə. Dedim, ay bala, bu nədir belə? Sizdə yazılıb bu yazı. Bunu tapana qədər bir həftə keçib, artıq baxıb bütün Azərbaycan. Bu nədən? Uşaq gəldi ki, mən yazmışam. Deyirəm, oğlum, niyə belə qoymusan başına? Deyir, belə yazmayan oxunmur axı. Dedim, sənin ailəni, sənin həyat yoldaşını təhqir eləsələr,
söysələr sən xoşuna gələr. Sən mənim ailəmə, mənə niyə əsəb verirsən? Axı mən həyat yoldaşıma çox böyük hörmətlə yanaşan insanam. Nədən mənim yoldaşım haqqında rəylər yazılsın mənim haqqında? Yəni mən buna izin vermirəm axı. Belə bir dəfə də elə şeirdən danışdım, Nüsrət Kəsəmənli etiraf şeirində. Onda da həmin hadisə var. Valla mən şeiri açıqlamışam. Şeirdə Nüsrət Kəsəmənlinin ailəsinə olan münasibətdən danışdım. Etiraf şeirini mən bəzən tək gəlirəm, yorğun gəlirəm, bitirsəm. Ay sağ olun. Gözəl şeirdir da. Bu bir insanın ailəsinə, xanımın olan etirafıdır. Hamının səhv olur da. Bunu danışdım. Onda da səhər bir başqa başlıqla, mən nə bilim kişi xəyanət edərsə qadın onu bağışlamalıdır, nədir? Mən belə şey deməmişəm axı. Yəni ki, bir maraqlı bir şey danışır. Həmin şeirin sonunda belə bir məqam var. Ona görə də artıq danışmağa qorxuram. Deyirəm ki, yox, heç danışmayayım da, indi mənim nəyimə lazımdır. Amma sevdiyim şeir haqqında danışmışam axı. Görün bizim nə, mən onda Elza xanıma misal gətirdim ki, Elza qurban olum, sən şeir yazma. Qoy şeir yazanlar yazsın da. Yəni, belə olub. Elzanı da çox sevirəm, onun verilişindəydik canlı. Bizə 4 kəlmə verdi ki, siz şeir yazın. Yazdıq bir aktrisa xanımla, Xəyalə xanım idi. Sonra dedim ki, sən Allah bizdən şeir yazan olmaz. Nə sən, nə biz şeir yazmayaq. Bax, belə şeir izləmişəm. Elə olub mövzuya gəldim. Orada da səhəri gün öz başım ağrıdı. Yəni, mən elə bir qəbahət iş görmədim. Nəysə, olur belə şeylər. Verilişimizin artıq sonuna gəlib çatırıq. Mən buna məyus oluram açığı. İstəməzdim sizinlə olan verilişimiz bitsin. Təbii ki, bitməlidir. Çünki gözəl şeylər bitir həyatda. Mən biraz zəngin adamam. Danışdıqca mən ürəyim açılır, danışıram. Amma bəli, zamana görə... Sözlü adamsınız, sazlı adamsınız, musiqili adamsınız. Söz isə sizin işinizin ən mühüm hissəsidir. Gülənə xanımın elə bir sözü varmı, cəmiyyətə bunu çatdırsa artıq öz missiyasını yerinə yetirmiş hiss eləyə bilər? Məsəl üçün, Şəkidən təvəllüdü qeyd etməyəcəm. X bir ildə... Heç baxmıram, 73-cü ildə doğulmuşam. Şəkidə 73-cü ildə... Ona rağmen, hələ, bax görürsünüz, bugünə qədər saçımda belə rəng yoxdur. Onu tamaşaçılar yazırlar. Bəli, çox maraqlıdır. Gülənə xanım qeyd edir ki, hələ də 73-cü il, neçə yaş olur? 52. 52 yaşdır, rəng istifadə etmir saçı. Bir dəfə qoyulub, silindi onu oxuyanda 12 il öncə. Onda da yavaş-yavaş uzatdım, öz təbii rənginə gələnə qədər ucdan kəsə-kəsə. Olsun, rəng xoşlayıram, gözəl, amma öz saçımın rəngi qəşəng olub deyə gedirdim salona, ustalar belə deyir ki, mən qoyaram da, amma heyfdə axı. Gözəldir. Heç vaxt qismət olmaz. Yəni, hər şeydə təbiiliyə üstünlük vermişim, özünüz görürsünüz. Amma bir yaş müddəti var ki, ondan sonra bəli, məcbur o rəngi də qoyacaq. Amma indiki gənclər, deyirəm ki, hələ nəyə 17 yaşında sən niyə koruyursan saçını? Biraz öz təbiiliyində, öz gözəlliyində qal, yavaş-yavaş. Bu ağar, indi məndə də artıq saçlar var, yavaş-yavaş olur. Yavaş-yavaş indi biz də ödəyəcəyik. Hər şeydə ümumiyyətlə gənclərimizə tövsiyəm odur ki, yaşından tez o nədir, üzdə nələrdir etməyin. O təbii gözəlliyinizi sonra axtaracaqsınız. Allah verdiyi sima gözəldir. Allahın yaratdığının bir dənəsini biz yarada bilmərik. Biz kimik, nə karəyik? Onun qədrini bilin. Hətta insan bir əməliyyat olur, bir hansısa orqanında əməliyyat gedir. Onun sağlam forması ilə kəsiləndən sonra birdirmi? Yəni, o orijinalını qorumağa bacarmalıyıq. Yaşa dolduğunca yavaş-yavaş zaten bütün xanımlar gözəl olmaq istəyir. Həm ailəsində, həm gündəmdə. Yəni, istəyir səhnə adam olsun, işgüzar adam olsun. Bu hamıya vacibdir. Amma az əndazəsində, gözəl. Heç olmasa nənə babalarımızı oxşayaq da, güzgüyə baxanda başqasını oxşamayaq. Təşəkkür edirəm gəldiyiniz üçün. Əslində mənim sualım o idi ki, bütün dünyaya çatdırmaq istədiyiniz missiyanız kimi gördüyünüz bir söz varmı? Məncə bu suala artıq siz cavab verdiniz. Mən sizə üstələdiyim, bayaq dedim, mən hissiyatım. Mən öncədən oxuyuram axı. Bunu yaşayıb inanmaq lazımdır. Deyiləndə də mən inanıram Gülənə xanımın sözlərinə, amma yaşayıb inanmaq başqadır.
Bizdə adətən tamaşaçılarla qonaqlar sağollaşır və buyurun, sağollaşırsınız tamaşaçılarla və işimizi bitiririk. Əslində verilişiniz o qədər gözəl, şirindir, səmimiyyətiniz o qədər gözəldir ki, heç ayrılmaq istəməzdim. Həm də bizi izləyən tamaşaçılarımızdan xoşdur, onlarla həm söhbət, onlar bizi izlədincə sanki onlarla söhbət edirik biz və siz onların ürəyindən keçənləri bizə ünvanlandırırsınız. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm bizi sevən bu xalqımıza, bu millətimizə, dəyər verdikləri üçün. Hər zaman mən onlara minnətdaram xalqın artisti olduğum üçün. Çünki bilirəm xalq məni sevir və onu sərəncamı ilə də imzalayan dövlət başçımıza da təşəkkür edirəm. Xalq, bu millət olmasa, biz həmişə mən deyirəm, biz kimin üçün oxuyarıq? Bu daş, divar üçün oxumayacağıq ki, siz bizi sevirsiniz, biz sizi sevə-sevə oxuyuruq. Biz sizin üçün gəlmişik. Mən səhnətə, biz deyirik, zəhmət çəkirik, ora qaçırıq, bura xeyr. Elə həm özümüz sənəti sevirik, həm də siz sevdiyiniz üçün sizin üçün oxuyuruq. Allah bu xalqımızı bizə çox görməsin. Həddindən artıq mən buradan hamıdan razıyam və hamıya da sevgilərimi, hörmətlərimi diləyirəm, sağlıq, sevinc arzulayıram və nə yaxşı ki varsınız ki, siz var olun ki, biz də səhnədə var olaq.